Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə köhnə dadlardan olan fındıqlı konfet hazırlayacağım. Bunu hazırlamaq üçün bir tava götürürəm. Tavanın içərisinə 460 qram malaka əlavə edirəm, yəni qatlaşdırılmış süd əlavə edirəm. Üzərindən digər ərzaqımız olan 2 xörək qaşığı xama əlavə edirəm. 1 stəkan şəkər tozu əlavə edirəm. 160 qram yağ əlavə edirəm. Mən kərə yağından istifadə etdim. Karameli hazırlamaq üçün balaca bir qab götürürəm. Qazanın içərisinə stəkanın yarısından aşağı şəkər tozu əlavə edirəm. Hər birini qoyuram qazın üzərinə. Əlbəttə ki, qazı yandırırıq. Karameli əriməyə, digər qazandakı ərzaqları qaynamağa qoyuram. Qatlaşdırılmış süd, yağ, xama əriyir, gördüyünüz formaya düşür. Qaynamağa başlayır və digər tərəfdə də karamelimiz artıq hazır olur, yəni əriyir. Karamel əridikdən sonra götürürük, qaynayan qarışımın içərisinə əlavə edərək qarışdırırıq. Bunu mütləq etmək lazımdır ki, konfetimiz dadlı alınsın. Əlimizi saxlamadan qarışımı qarışdırırıq. Bu formada hardasa 20 dəqiqəyə yaxın qaynadıram. Siz də mütləq əlinizi saxlamadan dibi yapışmasın deyə bunu edin. Artıq bu rəng aldıqdan sonra hardasa təxmini 20 dəqiqəyə yaxın qarışdırdım. Bu rəngi aldıqdan sonra öncədən ağartdıb təmizlədiyim fındıqları, yəni qovurduğum fındıqları içərisinə əlavə edirəm. Fındıq əvəzinə qoz, badam, istədiyiniz quru meyvəni əlavə edə bilərsiniz. Yaxşıca qarışdırıram. 1-2 dəqiqədə qarışdırıb öncədən yağlı kağız sərdiyim qəlbin içinə əlavə edirəm. Mən biraz çox qaynatdım fındığı əlavə etdikdən sonra. Buna görə biraz bərk alındı mənim konfetim. Siz fındığı əlavə etdikdən sonra 2 dəqiqə qarışdırın. Sonra qəlbin içərisinə əlavə edin və qoyun soyumağa. Hardasa 4-5 saat soyucuda qaldıqdan sonra tam soyuyur, çıxarın. Üzərindəki yağlı kağızı götürün və servis edin. Mən o cür etdim. Sadəcə olaraq biraz çox qaynatdığım üçün biraz bərk alındı. Ancaq dadı möhtəşəmdir, çox dadlıdır. Sadəcə olaraq kəsməkdə biraz çətinlik çəkdim. Çünki biraz bərk alınmışdı. Siz biraz ocaqdan tez götürün ki, sizdə yumuşaq alınsın. Amma buna baxmayaraq həqiqətən çox dadlı, möhtəşəm idi. Mütləq bu resepti siz də sınayın. Əgər bəyənsəniz kanalıma abunə olub like atmağı unutmayın. Hələlik deyirəm, inşallah gələn videolarda görüşərik.